Salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Neçə gözəl bayramlara çıxasın inşallah. Torpaq çərşənbənizi təbrik eləyirəm. Düzdür, ikinci gün idi torpaq çərşənbəsi, amma bizim ona görə dərsimiz olmadığı üçün mən artıq bu gün təbrik eləyirəm. Neçə gözəl bayramlara çıxasın inşallah ailənizlə, sevdiklərinizlə bir yerdə. Bugün marka ol təliminin 15-ci dərsidir və bundan sonra son 2 dərsimiz qalır. 15-ci dərsimiz uzun olduğuna görə 2 hissəyə bölmüş olacağam. Və bildiyiniz kimi gələn ikinci gün Ramazan bayramı, gələn üçüncü gün daha doğrusu Ramazan bayramıdır. Ona görə indidən hər birinizi ürəkdən təbrik eləyirəm. Neçə gözəl bayramlara çıxasın inşallah. Həm də axır çərşənbədir, ayın 17-si. 17-si axır çərşənbə, axır çərşənbədir. Ona görə bəlkə bizim təlimimiz olmadı, dəqiq bilmirəm. Ya da olsa gündüz vaxtların olacaq, yəni ki saat 5-6 bu ərəfələr olacağı üçün, yəni hələ dəqiq bilmirəm. İndi isə keçək dərsimizə, mövzunu çox uzatmayım. Yəni ki 15-ci dərs uzun olduğu üçün 2 hissəli keçəcəm. Bir də 16-cı dərsimiz qalır, yekun dərsimizdir, artıq sağollaşma mərhələsidir. İndi keçək PDF-i açım. Aha. Yəqin ki PDF-də mən də görünürəm. Aha, görünürəm. 15-ci də mövzumuz, bir dəqiqə mən bunu böyüdüm, rahat görünsün. Aha. 15-ci hissə nədir? Dəyərlərlə marka qurmaq. Yəni ki, dəyərlər markanın sümükləridir. Dəyərlər nə deməkdir? Sizin özünüz üçün qoyduğunuz dəyərlər, özünüzün qırmızı xəttləriniz, inanclarınız, birinciklikləriniz, yəni ki, əsaslarınız sizin üçün nə əsasdır, nə ilk növbədədir olar. İstəyir şəxsi həyatınızda, şəxsi hekayənizdə, istəyir markanızda. Yəni, dəyərlər nədirsə sizin üçün əsas özünüzə qoyduğunuz tələblər, qırmızı xəttiniz, istəkləriniz, arzularınız nələrdirsə, o da markanı yaşadan bir xüsusiyyətdir, markanın təməlidir. Yenə də deyirəm, dəxli yoxdur. Həm istəyirsiniz şəxsi həyatda özünüz üçün nə ilk istəyirsinizsə, yəni ilk olan sizin üçün vacib nədirsə, həm markanıza təsir eləyir o, həm də sizin öz həyatınıza təsir eləyir. Yəni mütləq bir insanda o olmalıdır. Hər insanda bir dəyər olmalıdır, bir vaciblik olmalıdır. Yəni ki, bir motivasiya mənbəyi, bir səbəbiniz olmalıdır bu. Həm nə iş görürsünüzsə onun üçün. Aha, onun geniş izahına keçək. Bir çox insanlar düşünür ki, marka qurmaq üçün əsas olan şey logo, rəng, dizayn və ya reklam strategiyasıdır. Amma yanlış düşünürsünüz. Bunun niyəsi əslində markanı yaşadan bunlar deyil, onu yaşadan dəyərlərdir. Yəni 50-nin 50-yə belə deyək. 50% marka quranda, 50% onun düzgün logosudur, rəngidir, dizaynıdır, adıdır. Bu 4-ü əsas lazımdır ilk yaradanda. Ondan sonra da artıq markanızı qurduqdan sonra əsas hissə reklamdır. Bu reklamı da elədiniz hərəsi 10%. 10% düzgün ad seçilməsi, 10% rəngin düzgün seçilməsi, 10% dizaynın düzgün seçilməsi, 10% də reklamın düzgün seçilməsi. Logo yəni ki, logo sizin profilinizə qoyacağınız, markanıza qoyacağınız şəkildir. Ad sizin logodan əlavə markanızın adıdır. Rəng onun logonuzun rəngidir, dizayn da logonuzun dizaynı. Yəni
Ondan sonra reklamda siz hardasa məsələn sosial mediada paylaşdığınız bütün paylaşımlar reklam sayılır. Ondan sonra ödənişli qoyduğunuz reklam sayılır. Sonra ödənişlə SMM çağırırsınız, sizi gəlib reklamınızı çəkir, markanızın, obyektinizin gəlib reklamını çəkir, o da reklam sayılır. O təməl hissəsidir, ilkin hissəsi odur. Onlar 50% əsas xüsusiyyətlərdən biridir. Amma digər 50% də dəyərlərdir. Yəni markanızın və sizin özünüzün şəxsi dəyərləriniz olmasa, markanızın dəyərləri də olmasa, o artıq sizin əziyyətiniz heçə gedəcək, belə deyim. Marka üçün dəyərlər nə deməkdir? Dəyərlər markanın görünməyən, amma hiss edilən tərəfləridir. Onlar sənin qərarlarında, üslubunda, mesajında, hətta strukturunda belə özünü göstərir. Məsəl üçün, dəyərlər ilk növbədə nə deməkdir? Güvən yaratmaqdır, qırmızı xətt çəkməkdir. Ondan sonra düzgün danışıq tərzidir, qarşındakı insanı oxumaqdır, şəxsi inkişaf, coachingliyidir, yəni şəxsi inkişaf yönümlündə coach olmaqdır. Psixologiyanı düzgün, tam səviyyədə bilməkdir, natiq kimi bir danışıq üslubunda danışmaqdır. Ondan sonra bədən dili analizçisi kimi qarşı tərəfi analiz etməkdir. İndi deyə bilərsiniz ki, mən onlayn işləyirəm, necə bədən dili analizi edə bilərəm? Çox sadə, yazdığı ilə səs göndərdiyinin arasında fərqlərinin olması. Yəni səs göndərəndə bu insan necə səs göndər? Düşünərəm deyir, sizdən çox suallar soruşursa, düşünərəm deyir, amma səsindən həvəsli görünürsə, o doğrudan düşünmək istəyir. Yəni ki, ya maddi cəhətdən düşünməyi istəyir, ya vaxt cəhətdən, ya ailə baxımından, yəni nədənsə düşünməyə ehtiyacı var. Onundan səs tonundan bilə bilərsiniz. Onun üçün də həm bədən dili analizçisi olmalısınız, həm də natiq olmalısınız. Bəziləri də var ki, düşünürəm deyir, amma sizin ya markanızdan, etdiyiniz işlərdən xoşu gəlmir, sadəcə başından belə deyim, atmaqdan ötürü, qovmaqdan ötürü belə mədən dillə desək, düşünərəm deyir, amma ondan sonra da o insandan səs çıxmırsa, artıq o qaçış yolu olaraq düşünərəm deyir. Onun üçün də səs tonuna mütləq fikir vermək lazımdır. Səs tonuna və soruşduğu suallara. Ondan sonra dəyərlər olmadan marka bir boş qap kimidir. Parlaq görünə bilər, amma içi dolu deyil. Boş qap deyəndə, yəni boş qap bitişi yox, boş və qap. Yəni ki, boş bir əşya, boş bir qələm ola bilər, boş bir dəftər ola bilər. İçi boş olan hər şey. Yəni, boş bir qazan ola bilər. Yəni, içi boş olan hər şey kənardan gözəl görünə bilər. Amma içi, yenə də deyirəm, boşdur, heç bir şey yoxdur. Məsələn, kristal stəkan ola bilər, çölündən qəşəng görünür, amma içində sizin daxilinizə gedən heç bir maye yoxdur. Ona görə artıq dəyərlər olmayan markada onun kimi görünür. Amma içi dolu deyil, onu dedim. Brend dəyərləri bir növ markanın ruh xəritəsidir. O sənin kim olduğunu, nə üçün var olduğunu və dünyaya nə qatmaq istədiyini müəyyənləşdirir. Bayaq dediyim, sizin üçün vacib olan nədir və yaxud da markanız üçün vacib olan nədir? Sizin qəbul etmədiyiniz şeylər nədir? Markanızda da o həmin şəxsi həyatda qəbul etmədiyiniz şeylər markanızda da mı var, yoxsa sadəcə öz şəxsi həyatınızda mı onu qəbul etmirsiniz? Ondan sonra sizin üçün ən vacib olan şey nədir? Təməl ehtiyaclarınız, təməl lazım olanlar nədir sizin üçün? Sizin və markanız üçün.
Əgər bu xəritə aydın deyilsə, markanın istiqaməti də dağınıq olacaq. Xəritənin ilkin əlaməti nədir? Dəyərlərin daha doğrusu ilkini nədir? Dəyərlərin mənşəyi. İlk növbədə bu gəlir. İç dünyadan başlayan səyahət. Yəni ki, dəyərlər sənin uşaq vaxtından formalaşmağa başlayır. Hər gördüyün, yaşadığın hadisələr sənin içində bir dəyər toxumu əkir. Bütün mənfi və müsbət yaşadıqlarınız, bütün təcrübələriniz belə deyim, sizin üçün bir dəyər formalaşdırır. Məsəl üçün onu daha geniş izah etsək, bir dəqiqə qaçdı. Aha. Məsələn, uşaqlıqda ədalətsizliyə şahid olmusunuzsa və bu sizdə ədalət dəyərini yaradır, ya da ki, səni dinləyən bir insan sənin üçün empati dəyərini doğurub. Yəni ki, belə desək, hüquqşünasların daha çoxu vəkillərdir, ondan sonra hakimlərdir, savcılardır. Onların bir çoxu, yəni hamısına aid etməzdim, sadəcə bir çoxu ədalət duyğusundan gəlib və o da ədalətsizliyin içində böyüyənlərə aiddir. Böyüyəndə onlar olur. Empati hissi də məsəl üçün sizi başa düşən, uşaqlıqda başa düşən, anlayan, siz ağlayanda gəlib soruşan, ağlayanda sizə kömək eləyən, yıxılan zaman həqiqi yıxılmaqdan söhbət gedir. Yəni ayağınız bir şeyə ilişib yıxılan zaman, diziniz yerə dəydiyi zaman, o artıq sizlə gəlib maraqlanan biri və yaxud da yüksək bir yerdən tullanan zaman yıxıldığınızda, o gəlib sizdən soruşan zaman, sizi anlayan zaman, sizə gətirib pambıq verən və yaxud da yara bandı verib o yaranızı yapışdıran insan olduqda artıq sizdə empatiya hissi yaranır. Bu dəyərlər illərlə formalaşır və sonra sənin beynində təzahür edir. Və mütləq insanlar, mənfi və ya müsbət şeylər yaşayan insanlar, pozitiv və negativ həyatları olan insanlar mütləq bir brend yaradır, mütləq bir marka yaradır. Yenə də deyirəm, məsəl üçün, ədalət, baxır indi hansı necə deyim, hansı vəzifə nədən əmələ yaranır? O ayrıca bir geniş mövzudur. İstəsəniz onun üçün ayrıca bir təlim keçərik. Çünki bunun içindəki onu desəm artıq mövzumuz zaten özü uzundur. Onu da keçsəm daha uzun olacaq və o 45 dəqiqəyə yerləşməyəcək. Onun üçün mən istəyirsiniz sizlə ayrıca bir Zoom təşkil edərəm. Onda artıq izah edərəm ki, hansı psixoloji olaraq, psixoloji təlimdir təbii ki də o, hansı ixtisas hansı hadisədən yaranır. Məsələn, uşaqlıqda nə yaşamısınızsa, o gələcəkdə böyüdüyünüz zaman, gəncləşdiyiniz dövrdə artıq onun üstü, belə deyim, cilalanır, üstü təmizlənmiş formada artıq ixtisasa çevrilmiş olur. Bir markanın orijinallığı onun sahibinin daxili dəyərlərinə nə qədər sadiq qalmasından asılıdır. Məsəl üçün, o nə deməkdir? Əgər sən sadəcə trendlərə uyğunlaşırsansa, bir müddət sonra səsini itirirsən, amma dəyərlərinə əsaslanırsansa, hətta səssiz olanda belə səni tanıyırlar. Məsəl üçün, kəşfiyyəti tutmaqdan ötürü kəşfiyyətdə olan bir şeyləri edirlər, bir paylaşımlar edirlər, bir məşhurlardan, maqazindən paylaşımlar etməyə çalışırlar ki, insanlar daha çox baxsın, müğənnilərdən, ondan sonra aktyorlardan paylaşımlar edirlər. Yəni, sosial mediada deyirəm, SMM-ləri deyirəm, məşhurlaşana qədər. Ondan sonra, məsəl üçün, hansısa bir trend mahnı çıxıb, o mahnı sevməsə belə,
mütləq 10 mahnı ilə bir paylaşımlar etməyə çalışır. Ondan sonra bir videonu, akım videoların, indi akım deyirlər, bizdə trend kəşf et videoları da deyirlər. Onları etməyə çalışırlar. Halbuki o akımı sevməsələr belə sadəcə məşhurlaşmaqdan ötürü, insanların qarşısına çox çıxmaqdan ötürü onunla edirlər. Düzdür, sevərək edənlər də var, sevib paylaşanlar da var. Amma sevməyib paylaşanları deyirəm. Və yalnız markasını onlar üzərində quran insanlar artıq bir müddətdən sonra öz aktivliklərini itirirlər və ondan sonra artıq insanlar yeni marka axtarmağa başlayırlar. Amma yenə də deyirəm, öz markanızla, öz əməyinizlə, əziyyətinizlə kəşf tutmaq, kəşf salmaq da olar. Trend videolarda paylaşmaq olar, akım videolarda paylaşmaq olar, mahnılar, kəşf olan mahnılar da paylaşmaq olar. Amma yenə də deyirəm, özünüz sevdiyiniz mahnılar olmalıdır. Mütləq yeni çıxan hər şeyi sevməsəniz belə sınamaq olmaz. Sınasanız artıq o sizin markanıza və öz imicinizə zərər vuracaq. Və burada bir qeydimiz də var, unutmamalı olduğumuz bir qeydimiz də var. Marka nə deməkdir? Sahibinin ruhunun davamıdır. Yəni ki, sizin artıq yenilənmiş versiyanızdır markanız. Əgər ruhunuzda dürüstlük varsa, brendiniz şəffaf olacaq. Əgər ruhunuzda sevgi varsa, brendiniz istilik yayacaq və doğma bir insan, sizin müştərilərinizin doğma insanı kimi olacaqsınız, ailələrindən biri kimi olacaqsınız. Əgər ruhunuzda məqsəd varsa, brendin dəyərlərlə nəfəs alacaq. Yəni ki, bir hədəfiniz, bir planınız, bir motivasiya mənbəyiniz varsa, bir planınız varsa, o artıq brendinizin dəyərlərinə çevriləcək və dəyərləriniz nəfəs alacaq. Ondan sonra ikinci nədir? Dəyərlər xəritəsində ikinci yolumuz nədir? Dəyərlərin gündəlik davranışa çevrilməsi. Yəni ki, çox markalar dəyərlərini sadəcə veb-saytda yazılan cümlələr kimi görür, amma əslində o demək deyil. Amma əsl dəyərlər sözlərlə yox, davranışlarda görünür. Məsəl üçün, etibar dəyəri varsa, müştəriyə verdiyin vədi yerinə yetirirsən. Məsəl üçün, mən sizə demişdim ki, Ener Akademidən ilk dəfə olacaq bir təlim keçəcəm. Azərbaycanda o təlim keçilməyib. Yəni, əvvəl keçilmişdi, ona mən qoşuldum. Ondan sonra indiki dövrdə keçilməyib. Və də onlayn formada heç keçilməyib. Onun üçün mən o sözümü verdim və tutdum və bu təlimi sizlər üçün təqdim etdim. Ödənişsiz şəkildə təkrarlayıram, ödənişsiz şəkildə. Keçən dəfə mən qoşulduğum təlim ödənişli idi. Amma bu sizə təqdim etdiyim ödənişsiz təlimdir. Onun üçün yəni ki, mənim özümdə öz içimdə söz verib sözə sadiq qalmaq nə qədər vacibdirsə, onu mən markamda da tətbiq edirəm və verdiyim sözü üstündə dururam və verdiyim sözü tuturam. O da artıq etibar hissinin nə qədər vacib olmasıdır. Həm mənim üçün, həm markam üçün. İkinci növbədə şəffaflıq gəlir. Şəffaflıq da nə deməkdir? Əgər sizin içinizdə şəffaflıq dəyəri varsa, problemləri gizlətmirsiniz və açıq şəkildə danışırsınız. Yəni ki, mən məsəl üçün keçən dəfə demişdim, Ener Akademidə logo problemi, logo və ad problemi idi. Mən bir çox dəfə dəyişdim. Yəni ki, çünki mən artıq bunu sizdən gizlətmək deməzdim. Sadəcə sizə deməyib, özümdə bir sir kimi saxlasaydım, o artıq şəffaflıq hissi olmazdı və siz bu markanın hardan yarandığını, nə vaxt yarandığını artıq siz bilməyəcəydiniz. Və hansı yollardan keçdiyində artıq
siz bilməyib düşünəcəksiniz ki, hə, o hasantdır, mən də başlayım. Xeyr, hasant deyil, amma çətin də deyil. İlk 6 ay müddətini özünüzə verdikdən sonra hər şey hasant gələcək. Düzdür, məndə ilk 3 ayda başa gəldi. İlk 3 ayda artıq qərarımı verdim. Və onun da ilk yəni tez qərar verməyin ilk səbəbi də odur ki, kənarlara təcrübə yığmaq, yəni ki, müşahidə etmək. Siz nə qədər kənarı müşahidə etsəniz, ayrı markaları müşahidə etsəniz, ayrı biznesləri, sahibkarları və obyektləri müşahidə etsəniz, ya əyani şəkildə, ya onlayn şəkildə onları gedib görsəniz, onlara qoşulsanız, onlarda iştirak etsəniz, oranın üzvü olsanız, belə deyim, oranın müştərisi olsanız, artıq siz özünüz daha tez qərar verəcəksiniz. Və mütləq markanızı qurduqdan sonra keçdiyiniz yolları, markanızın keçdiyi yolları danışmalısınız ki, insanlardan sizə güvən yaransın. Keçən dəfə demişdim, şəxsi hekayə və brend hekayəsi, markanızın hekayəsi. Onları mütləq qeyd etməlisiniz və çalışdığınız qədər o qeyd etdiyiniz hekayələri, yəni yaşadığınız hekayəni bir kitab qalınlığında etməlisiniz. İstəyirsiniz kompüterə yazın, istəyirsiniz əlinizdə bir qələm kağız alıb oraya yazın, istəyirsiniz səsli şəkildə danışın, onu flash karta yazıb hansısa bir çap yerinə və yaxud da kitab yazarlarına aparıb biraz ödəniş edərək onu Word proqramında PDF formasında yazdırıb çıxartıra bilərsiniz. Necə edirsinizsə edin, mütləq sizin hekayənizi, şəxsi və brend hekayənizi qeyd etməlisiniz və onu kitab kimi çıxartdırmalısınız. Yoxsa kitab kimi çıxartmasanız, insanlar artıq deyəcək ki, bu yalandan özündən hekayələr düzəldir və artıq yapay zəka, yəni süni intellekt proqramları həddindən çoxdur və orada istənilən hekayə, istənilən növ mətin, ssenari, şeir və s. Yazılar yazdırmaq olur ora. Onun üçün artıq insanlar sizin süni hekayədirmi, yoxsa gerçək hekayədirmi, onu ayırt etmələri üçün mütləq siz yazılı şəkildə onu təqdim etməlisiniz insanlara. Və onu da mütləq açılış zamanı təqdim etməlisiniz ki, insanların daha çox yadında qalsın. Ondan sonra üçüncü qaydamız nədir? Mükəmməllik dəyəridir. Mükəmməllik dəyəri varsa, keyfiyyətsiz iş heç vaxt təqdim etmirsiniz. Etməzsiniz, yəni. Məsəl üçün, mənim imtahanlar zamanı və yaxud da bir bayramlar zamanı və yaxud da nasazladığım zaman mən təlim keçmirəm. Nə təlim keçmirəm, nə qrupda heç nə paylaşmıram. Amma deyirəm, qrupda qeyd edirəm ki, bugün məsəl üçün təlim olmayacaq. Bugün qrupda maarifləndirmə yazısı paylaşılmayacaq. Video paylaşılmayacaq və yaxud da hansısa bir təlimçini çağırıram, o əgər ayrı təlim ilə üst-üstə düşürsə, zamanlar qarışırsa, onu biz artıq gələn dəfəyə təxirə salırıq və qrupda da bildirirəm ki, bəs bu cür olduğu üçün üzrlü hesab edin, gələn dəfəyə qaldı. Yəni ki, o nə sizin şəxsi həyatınızda varsa, mütləq markanızda da o olacaq. Və son olaraq, yəni dördüncü, insan yönümlülük, yəni empatiya, şəxsi inkişaf yönümlü dəyərləriniz varsa, hər qərarın mərkəzində insan dayanacaq. Yəni ki, məsəl üçün təlimləri, ödənişli təlimlərə, hələ sosial medianın, yəni SMM-lə bağlı olan təlimlərdir, sonra marka yaratmaq təlimlərdir, turizmdir və yaxud psixologiyanın özüdür. Bütün təlimlər, amma əsas bəzi ixtisasları var ki, onların ödənişlərini çox baha qoyurlar. Yəni, insanları yox, daha çox gələcək pulu fikirləşirlər. Ona görə də o artıq ya o kursu sən çox az insan olur,
ya məcburiyyətdən seçirlər, belə deyim. Kurs o həmin kursu keçənlər az olduğu üçün məcburiyyətdən seçirlər onu, ya belə deyim, vaxt qısıtlı olduğu üçün mütləq o təlimə qoşulmalı olduğu üçün o kursu seçirlər. Yəni ki, o kursu seçməkləri az adam seçir. Maksimum 5 nəfər, ən uzağı 10 nəfər. Yəni 10 nəfərdən yuxarı o kursu seçən olmuş. Və bəzən elə olur ki, qrupu quran zaman belə o yetəri sayda olmur deyə qrup qurulmuş. Yəni o baha təlimlərin o yönü də var. Və bahaya söhbət gəlmişkən, obyektlər də, məsələn, geyimdir, salondur, bütün markalar, bütün ticarət mərkəzləri, bütün satış edən hər yer bir malı, bir əşyanı baha qoyursa, artıq onu seçməyəcəklər. İllərlə, bəlkə də aylarla qalacaq vitrində, reklamda, amma onun qiymətini öyrənən kimi insanlar seçməyəcək. Məsəl üçün, bahalı əşyalardır, doğrudan keyfiyyətli olanlar, materialının lüks material olmasıdır. Hə, onlar baha ola bilər, amma əldə etdiyin dəyərdən biraz üstünə qoyaraq, özünüzə az xeyir gələrək onu artıq insanlara təqdim edə bilərsiniz. Çünki insanlar da artıq cibinə uyğun fikirləşir. Məsələn, 10 əşya alacaq, 10 təlimə qoşulacaq və yaxud da 10 salonda 10 iş görəcəksə, artıq onun hər birini hesablayır. Hər biri 50 manatdan məsəl üçün gəlirsə, o artıq 10 üçün 500 manat edir, o artıq ona sərf eləməyəcək. Ən azı siz neçəyə əldə etmişsinizsə, onun 10%-ni üstünə qoyaraq edə bilərsiniz. Məsəl üçün 30'a əldə etmişsinizsə, 33'ə, 35'ə insanlara təqdim edə bilərsiniz. Məsəl üçün 50'yə əldə etmişsinizsə, 55'ə insanlara təqdim edə bilərsiniz. 50'yə əldə edib daha 100'ə təqdim etmək yox. O artıq insan yönümlü yox, pul yönümlü dəyərlərdir və o da müştərisi az olan dəyərlərdir. Dəyər növləridir, belə deyim. Aha, dəyərlər yalnız bəyənilən sözlər deyil, onlar davranışın ölçüsüdür. Yəni ki, o sadəcə yazılı qaydada deyil, yazılı şəkildə deyil, həm də onu həyatda tətbiq etmək lazımdır. Həm daxili, həm fiziki, həm xarici, həm daxili onu işlətmək lazımdır. Onun üzərindən işləmək lazımdır, belə deyim. Əgər dəyərlər həyatınıza və işinizə inteqrasiya olunmayıbsa daha doğrusu, onlar sadəcə kağızda qalır və kağızda qalırsa artıq o markanın uzun müddətli olmayacağının işarələrindən biridir. Ondan sonra dəyərlər xəritəmizin 3-cü yoluna gəldik. Bayaq keçdiyim 2 idi, 3-cü yoluna gəldik. Dəyərlərlə qurulan etibar nə deməkdir? Dəyərlərlə qurulan etibar, insanlar markalara pul ödəyir, amma dəyərlərə inanır. Məsəl üçün, sizdən alış-veriş edirlərsə, sizin müştəriniz olurlarsa, sizdə gördükləri xüsusiyyət üçün sizə ödəniş edib müştəriniz olurlar. Ya keyfiyyət baxımından, ya güvən baxımından, ya sözünüzün üstündə durmağınız baxımından, etibar baxımından, şəffaflıq baxımından, empatiya duyğunuzun yüksək olması baxımından sizin müştəriniz olurlar. Sadəcə həmin əşyanı görüb bəyəndilər deyə deyil. Müştəri bir dəfə sizi seçə bilər, amma sizi uzun müddətli sevməsi üçün sizin dəyərlərinizə bağlanmalıdır. Yəni ki, bir insan gəlib sizdən bir dəfə alış-veriş edirsə, bir dəfə müştəriniz olursa, o artıq bir dəqiqə ekran qaçdı. Aha, tapdım. Yəni ki,
Müştəri sizi bir dəfə seçirsə, o artıq təsadüfi gəlib seçməlidir. Amma yox, əgər o həmin müştəri davamlı sizdən alış-veriş eləyirsə, davamlı müştəriniz olursa, davamlı kurslarınızda, təlimlərinizdə iştirak edirsə, e, davamlı olaraq sizin salonu, sizin məkanınızı, obyektinizi seçirsə, o artıq sizə hiss etdiyi güvəndir. Amma belə də edənlər var, təlim mərkəzləri və yaxud da ümumiyyətlə bütün obyektlərdə belə edənlər olur. Bir yerə qədər, müştəri çox cəlb edənə qədər, özünə inandırana qədər təlimləri və yaxud da obyektdə insanlara satdığı məhsulları aşağı qiymətlə qoyur. Ya da ki, tamam ödənişsiz qoyur. Artıq o özünü tutduqdan sonra, yəni artıq bir dəfə, iki dəfə o təlimə qoşulduqdan sonra artıq onun ödənişlərini qaldırırlar. Düzdür, mən bir ili keçənləri nəzərdə tutmuram. Yəni bir ili keçdikdən sonra artıq həmin o məkanlarda, kurslarda artıq bir ili keçdikdən sonra onlar qiyməti qaldırmırlar. Yəni qaldıranlar da ola bilər, amma o sistemin tələblərinə uyğun qaldırır. Yəni öz pul yönümlü cəhətindən qaldırmır, belə deyim. Bir də ki, insanlarda güvən yaratmaq üçün ilk 3 ay vacib şərtlərdən biridir. Markanızın fəaliyyətə başlamasından sonra ilk 3 ay həm sizin üçün, həm markanız üçün çox çətin bir ərəfədir. Düz eşitdiniz, çox çətin bir ərəfədir ilk 3 ay. Ondan sonra o 3 aydan sonra biraz hasadlaşır. Ondan sonra 3-6 ay ərəfəsi var. O da biraz güvən problemləri müştəri ilə yaşana bilər. O sizi seçən insanlarla yaşana bilər. Çünki həm siz özünüzdən nə istədiyinizi anlaya bilmirsiniz, həm markanızdan nə istədiyinizi, markanızın sizdən nə istədiyin, müştərinizin markasını sizdən və sizdən nə istədiyin, markadan nə istədiyin. Yəni biraz qarışıq ərəfə olduğu üçün artıq sizin biraz başınız qarışa bilər. Həmin vaxtı daha çox mənim tövsiyəm o olardı ki, başa çıxan bir mütəxəssislə, ya bu həmin sahə üzrə mütəxəssis olsun, ya sizdən yaşça böyük ayrı bir sahə üzrə mütəxəssis olsun və yaxud da heç bir sahə üzrə mütəxəssis deyil, başa çıxmır heç bir sahədən, sadəcə sizdən yaşca böyükdür. O artıq instinkt olaraq bir öngörüm olaraq bunu mu etsən yaxşı çıxar, yoxsa bunu mu etsən yaxşı çıxar təxmindən kömək edə bilər sizə. Yəni ki, mütləq bir şəxsdən, ya kənar olsun, ya dostunuz olsun, ya ailədən olsun, ya müəlliminiz olsun, ya təlimçiniz olsun. Yəni kim olur olsun birindən mütləq məsləhət almalısınız və sizin fikirlərinizlə əgər üst-üstə düşürsə, çox gözəl bir şeydir. Deməli, artıq siz 3 dəfədən, 4 dəfədən sonra artıq siz özünüz yönü tutacaqsınız ki, markanızı hansı yöndə inkişaf etdirəsiniz. Yox, əgər sizin necə deyim, sizin o məqsədinizlə, ağlındakı planınızla, fikirlərinizlə üst-üstə düşmürsə, bu da 2 növə bölünür. Üst-üstə düşmür, amma onu edəndə daha doğru olur. Daha çox müştəri əldə eləyirsinizsə, deməli siz o qədər hələ inkişaf etməmisiniz. Hələ inkişafın yarısındasınız. Yarısını düz etmişsiniz, amma yarısını kömək istəməlisiniz. Hələ məsləhət almalısınız. Ondan sonra əgər yox, siz kimdənsə kömək istəyirsinizsə, siz kimdənsə fikir bildirməyin istəyirsinizsə və onu həyata keçirirsiniz, amma alınmırsa, ya səhv çıxırsa, ya müştəri sizə gəlmirsə, gələn müştəriləriniz gedirsə, artıq onu siz yenidən öz fikirlərinizə qayıtmalısınız ki, ən azından olan müştəriləriniz də getməsin.
Aha, ondan sonra keçdik dəyərlərin nə üçün bu qədər vacib olduğuna. Çünki dəyərlər bir növ emosional müqavilədir və siz söz verməsəz də sizin davranışlarınızın müştəriyə mən sənə dürüst yanaşacağım mesajını verəcək. Yəni mütləq müqavilələr yazılı olmur. Sözlə də müqavilə imzalamaq olur. Söz sənəddir. Belə bir deyim var, atalar sözləri var. Yəni o qədər düzgün, güvənilir olmalısınız ki, o qədər etibarlı olmalısınız ki, insanlar artıq sizin ağzınızdan çıxan hər kəlməyə belə deyim, güvənib davam eləsinlər sizlə. Məsəl üçün bəzi yenə marka nümunələrimiz var. Apple markası yaradıcılıq və sadəlik dəyərləri ilə fərqlənirlər. Onlar heç vaxt sadəcə texnologiya satmayıblar. Yaradıcılığın azadlığını satıblar. Yəni bu nə deməkdir? Fikir vermisinizsə Apple əşyaları, yəni istəyir telefonu olsun, istəyir kompüteri olsun, istəyir saatı olsun, istəyir qələmi olsun, istəyir tableti olsun, planşet yəni, istəyir ağlınıza hansı Apple cihazı gəlirsə, artıq onlarda fərqlilik olub. Yəni necə deyim, digər Android cihazlarından fərqləniblər. Yəni iPhone-lara iOS deyirlər. Fikir verirsinizsə, bütün telefonların telefonu təkcə deyirəm, bütün telefonların sistemi, mexanizmi eynidir, amma iPhone-ların mexanizmi fərqlidir. Bütün telefonlara eyni zaryadka gedir, eyni şarj aləti belə deyim, gedir, amma iPhone-ların şarj aləti fərqlidir. Və bütün cihazlara orijinal şnurlar, zaryadkalar, şarjlar tapmaq asandır, amma iPhone-ların şarjlarını tapmaq çətindir. Bütün Android telefonların naşnik, yəni qulaqlığı necə deyim, dairəvi keçidlədir. Yəni şnurlu olur, amma dairəvi keçidlədir. Amma iPhone-larda və Honor'larda, bunda artıq Honor'larda da artıq onun zaryadka yerindən keçidi olunur. Yəni ki, məsəl üçün bir dəqiqə. Baxın, bilmirəm indi görə bilirsiniz ya yox. Aha. Baxın, iPhone-larda da bu tipdədir. Burada sadəcə Burada sadəcə zaryadka yeri var. Və buna keçirdilən əlavə yeri yoxdur. Yəni naşnik taxmaq üçün əlavə yeri yoxdur. iPhone-larda da bu tipdədir. Baxın, yuxarısında da yoxdur. Və yuxarısı demişkən yaxşı yadıma düşdü. iPhone-ların bütün Android telefonlar qıraqdan yanır. Yəni buradan yanır. Amma iPhone-larda yuxarıdan yanır. Yəni buradan, bu hissədən. Ondan sonra artıq yəni fərqlilik deyəndə onu izah etməyə çalışırdım ki, yəni ki, siz markanızı Apple yönündə, Apple kimi inkişaf etdirməyə çalışın. Apple-a nümunə götürərək belə deyim. Ondan sonra Cola və Cola-nın əsas necə deyim, sloqanı nədir, əsas mətni nədir? Sevinç və birlik dəyərləridir. Onlar üçün əsas dəyərlər sevinç və birlik. Dəyərləri ilə fərqləniblər. Yəni o sloqandan istifadə edərək markalarını qorub və bu günə qədər yaşadıblar. Nike-da isə öz gücünü aş deməkdir. Nike-da yəqin ki bilirsiniz ki, idman
əşyalar satırlar. Ayaqqabısı olsun, forması, geyimi, papağı, corabı, sonra əlcəyi, bütün Nike'ın əşyaları idmandır, sportikdir. Yəni o da onun üçündür ki, Nike və Adidas ikisi də. Amma burada biz sadəcə Nike götürmüşük. Öz gücünü aş deməkdir. Və bunlar da özündən bəhs olunmağa icazə verən markalardır. Yəni bunlardan nümunə gətirə bilərik. Bir çox marka var, bütün marka var, bütün içəcəkləri var, geyim var, telefonlar var, alətlər, aksesuarlar, bütün obyektlər var, amma sadəcə nümunə çəkməyə icazə olunan markalardan istifadə edirik. Yəni məsəl üçün Tiffany Go da aksesuardır. O da yəni aksesuarları, həm qızılları, həm büjterləri özündən istifadə etməyə, yəni adının reklamı olunmasından, ondan nümunə çəkilməsindən istəmirlər. Yəni icazə vermir. Kim onun adından istifadə etsə, nümunə çəksə, reklam etsə, onu artıq cərimələyəcək. Yəni ki, hətta o öz markalarını, öz mağazalarını istəyir onlayn şəkildə olsun, istəyir əyani şəkildə olsun, istəyir çatdırılma olsun, nə olur olsun, artıq adlarını ulduzla işarə eləyirlər ki, yəni ki, ulduzda olanlar artıq bizi. Ulduz deyəndə, yəni qarşısına bir işarə qoyurlar ki, yəni bu orijinal markadır. Yəni təkcə bunlardadır. Tanınsın deyə, fərqlənsin, tanınsın deyə, daha doğrusu tanınsın deyə fərqləndirirlər. Yəni hətta bəzi markalardan istifadə edəndə hətta cərimə belə edirlər. Tiffany Go-dur. Mən yadımdan çıxdı deməyə, o Tiffany Go-nun saatı da var. Ondan da istifadə etməyə icazə vermirlər. Yəni ki, hansı markadan nümunə çəkmək istəsəz, onu mütləq internetdə araşdırın. Mütləq onu internetdə araşdırın ki, bilin ki, hansılardan cərimə oluna bilərsiniz. Məsələn, birinin adını çəkərsiniz. Məsəl üçün, birinin adını çəkərsiniz, amma o ad artıq, necə deyim, o icazə verməz və hətta sizə telif haqqı nədənilə, yəni sahiblik haqqı səbəbinə, müəlliflik haqqı səbəbinə sizə cərimə aça bilər və məhkəməyə verə bilər və haqlı çıxarda. Və sizdən çoxlu təzminat da alar. Çünki artıq o internetdə özünü qeyd edir ki, məndən heç bir nümunə çəkilməsin, mənim adımdan istifadə olunmasın və məndən oğurluq olunmasın, belə deyim. Mənim kölgəmdən istifadə olunmasın. Və bizim təlimimizin bitməyinə az qalıb. Aha, yəni ki, bu markalar adlarının nümunələrindən istifadə olmağına icazə verən markaların fəlsəfələri bu fəlsəfələrlə insanlara toxunurlar və insan yönümlüdürlər. Düzdür, hər bir insan bir markanı yaradır ki, oradan qazanc əldə etsin, gəlir əldə etsin, xeyriyyə üçün yaratmır. Amma o qazanc əldə etməyində biraz az olsa, yəni həm sizi batırmayacaq şəkildə olsa, iflasa yönəltməyəcək dərəcədə olsun, həm də insanların cibinə uyğun olsun ki, sizi daha çox seçsinlər. Məsəl üçün, sizin yenə də deyirəm, həmin şeyi əldə etdiyiniz miqdardan biraz, 10%, 15% biraz olsun ki, həm siz oradan qazanclı çıxın, həm insanlar oradan qazanclı çıxsın. Və bu markanın sloqanı da, bu markaların sloqanları da nədir? Bu markaların uğuru məhsulda deyil, dəyərlərinin enerjisindədir. Yəni bu markaların hamısını bir araya yığan sloqan, araya yığan nümunə odur ki,
e, dəyərlərinin enerjisidir. Yəni ki, özləri üçün seçdikləri dəyərin formalaşıb hamısını bir araya yığıb onun artıq enerjiyə çevrilib insanlara ötürülməsidir. Və siz insanlara hansı enerjini ötürsəniz, insanlar da həm sizə, həm markanıza o enerjini ötürəcəklər. Ondan sonra qalır 15-ci dərsimizdən, 15-ci hissəmizdən qalır. Bir dəqiqə. Dəyərlər və emosional bağlar qalır. Ondan sonra bir dəqiqə. Dəyərlər və emosional bağlar qalır. Ondan sonra dəyərlərin böyümə zamanı qorunması qalır. Dəyərlərin vizual və sözlə ifadə edilməsi qalır. Ondan sonra dəyərlər və liderlik qalır. Ondan sonra dəyərlərlə qərar vermə qalır. Rəqəmlərə fikir verməyin, rəqəmlərdə qarışıqlıq yaranıb. Ondan sonra son olaraq tapşırığımız olacaq. Öz dəyərlərinin yazı tapşırığı olacaq. Ondan sonra nəticəni necə tapacaqsınız? Dəyərlərlə yaşayan marka olacaq. Ondan sonra o ayrı ödənişsiz təlimimizdir. Onun keçən dəfə anonsunu vermişdim. Və bu arada buradan da anonsumuzu vermək istəyirəm ki, insan resurslarından hələ elanı hazırlamamışam, amma insan resurslarından bir aylıq, yəni 8 saatlıq təlimimiz olacaq. Ödənişsiz şəkildə təlimimizi keçəcəm və onu da YouTube kanalında, bu YouTube səhifəsində paylaşacağım, platformasında paylaşacağım YouTube'un. Onun da elanını verəcəm. İnsan resursları da dedikdə, yəni ki, insanlarla işə müraciət edən insanları psixoloji biliklərini bilmək, psixoloji cəhətdən onu anlamaqdır, CV-ləri düzgün hazırlamaqdır. Ondan sonra əmək məzəllələrinə aid qanunlardır. Ondan sonra insan resurslarına aid olan bütün təlimin, daha doğrusu bir hissəsi 7 aylıq təlimin ilk bir ayını ödənişsiz şəkildə təqdim eləyəcəm, sizə keçəcəm 8 saat. Həftədə 2 dəfə olmaqla. Onun da ətraflı gələn dərsimizdə əgər zamanımız qalarsa anonsu ilk başda təqdim eləyəcəm sizə. Ondan sonra 4-cü dəyərlər və emosional bağlardır. Onu da artıq gələn dərs o 4-dən o biri tərəfə hissəsini sizə təqdim edəcəm. Sağ olun əziz dostlar. Biz sizlə bugünlük yekunlaşdırmalı olacağıq. Gələn ikinci gün inşallah axır çərşənbə ilə axır çərşənbə olduğuna görə indi bilmirəm, ya təlimi bu saatlarda keçəcəm, yəni iftara qədərki saatlarda keçəcəm, 6-ya qədər, daha doğrusu keçib yekunlaşdıracağım. Ya da ki, tamam axşam saat 23:00-da, yəni ki, axşam saat 11-də keçəcəm. İndi o baxır sizin və qrupdakıların istəyinə. Sağ olun, özünüzə yaxşı baxın. Gələn təlimlərdə görüşmək ümidi ilə.